Salam, hər vaxtınız xeyir müəllimlər. DİM-də olan qraflar bölməsinin bəzi suallar var ki, onların izahlarına baxaq. Yəni bu tipdə olan sualları necə işləyirik. Deyir şəkildə bir rayonun yol xəritəsi qraf şəklində, cədvəldə isə bu yolların uzunluğu kilometrlərlə verilib. Cədvəl və sxem bir-birlərindən asılı olmayaraq tərtib edildiyi üçün cədvəldəki yaşayış məntəqələrinin nömrələnməsi heç bir şəkildə qrafdakı hərf işarələri ilə əlaqəli deyil. D-dən C nöqtəsinə qədər yolun uzunluğunu müəyyən etməliyik. Əvvəlcə baxaq qrafımıza. Buradan yazıram. A-nın qonşularını yazaq. A-nın bir qonşusu var. B-nin 1, 2, 3, 4. Yəni 4 qonşusu var. C-nin 1, 2. 2 qonşusu var. Yəni nə deməkdir qonşu? C-dən 2 dənə til çıxıb da qonşularına. B-lə C-dir qonşusu. E-nin qonşuları 1, 2, 3. D-nin qonşusu 2. C-nin qonşusu 1, 2, 3, 4, 5. Və F-in qonşusu 1, 2, 3. 3 dənə də F-in qonşusu var. Aha. İndi baxırıq nəyə? Cədvəlimizə. Cədvəldə 1-in qonşuları. 1-in 2 dənə qonşusu var. 2-nin 2 qonşusu var. 3-ün 1 qonşusu var. 4-ün 1, 2, 3, 4, 5 qonşusu var. 5-in 3 qonşusu var. 6-nın 4 qonşusu var. 7-nin də 3 qonşusu var. Aha, bunu müəyyənləşdirdik. İndi baxırıq. 3-ün bir qonşusu var. Bizdə də A-nın bir qonşusu var. Deməli, A-ya nə deyərik? 3. A-mız oldu 3. Bunun üzərinə xətt çəkək. 5 qonşu, 4-ün 5 qonşusu var. Burada da C-nin 5 qonşusu var. Demək, C-yə də deyərik 5. Aha. Bir dənə 4-ümüz var. Bir dənə də burada 4 var. B-nin B-dir. Burada da 6. Deməli, B-yə deyərik 6. B-miz oldu 6. İndi baxaq. Başqa 2 dənə 3-ümüz var, 2 dənə də 2-miz var. Baxaq. 2 dənə 2 buradadır. Bir dənə 3 də burada. Biri də buradadır. Bu üçün bir qonşusu 6 olmalıdır. Baxaq. 6-nın qonşuları hansılardır? Biri 2-dir. Biri 3-dür. 3 var. Biri 4-dür. Biri də 5. 5 var. Deməli, bizə 4 ilə 4. Biri də lazımdır 2. İndi baxaq. 2-nin 2 qonşusu var. 2-nin 2 qonşusu varsa, deməli onda burada 2 qonşusu hansıdır? Baxın, bu 6-nın burada da B-nin qonşusu C-dir. 2 qonşusu var. E-nin 3 qonşusu var. Deməli onda C-yə biz deyərik 2. C-yə 2 deyərik. 4-ün də 3 deməli 4 dedikdə 6-nın qonşusu. Bir də baxaq 6-nın. Aha, 6-nın qonşusunda biri 4-dür. 4. Bir dəqiqə düzü. Biz 4-ün 5 qonşusu var. C-yə 4 deməlidir. 5 yazmışıq. Bu 4-dür. Üzrsən, bu 4-dür. Buradakı 5 yazmışam. Bu 4-dür. Və bir qonşusu 4-dür var. Bir qonşusu da 5 olmalıdır. 5-ə baxırıq. 3 dənə qonşusu var. Deməli, E-miz də 5-dir. Burada müəyyənləşdirdik. İndi E-nin qonşularına baxırıq. E-nin qonşuları. Yəni 5-in qonşuları. 5-in qonşusunun biri 4 var. 4-ümüz var. Bir qonşusu 6-dır. Bir qonşusu da 7 olmalıdır. Deməli, F-ə deyirik 7. 7-nin bir qonşusu 5-dir. 5'dir. Bir qonşusu 4'dür var. Bir qonşusu da 1 olmalıdır. Deməli, D-miz də 1'dir. Bizə də D-dən C-yə, yəni 1-dən 4-ə istəyirdi. 1-dən gəldi, 4 də buradan gəldi. 9. Demək, cavab variantımız olar 9A variantı. Davam edək. İndi digər bir suala baxaq. Yenə burada A-nın qonşularını qeyd edək. A-nın 2 qonşusu var. B-nin 1, 2, 3, 4, 5 qonşusu var. F-in 2 qonşusu var. C-nin 3 qonşusu var. E-nin 2 qonşusu var. D-nin 1, 2, 3, 4 qonşusu var. Və C-nin də 2 qonşusu var. Burada baxırıq ki, 1-in 3 qonşusu var. 2-nin 2 qonşusu var. 3-ün 1, 2, 3, 4, 5 qonşusu var. 4-ün 2 qonşusu var. 5'in 2 qonşusu var.
6'nın 2 qonşusu var. 7'nin 1, 2, 3, 4 qonşusu var. İndi 5 qonşusu olan burada 3'dür. Deməli biz B-yə deyirik 3. 7'nin 4 qonşusu var. Burada da D-nin. Demək D-yə deyərik 7. Sonra bir dənə 3'ümüz var. O da 1'dir. C-yə də deyərik 1. Bunu müəyyənləşdirdik. İndi tapa bilərik. 1'in qonşularına baxırıq. Biri 2'dir. Biri 3'dür. Var. Biri 7'dir. Var. Bax, bu C-nin biri 3'dür. Biri 7. İndi bir qonşusu 2'dir. Deməli, E-yə deyirik 2. Əslində heç bizə lazım deyil. Bizə B və D məntəqələri arasında yol istəyir. Yəni heç onları tapmağa ehtiyac yoxdur. B ilə də D-ni tapmışıq da 3 ilə 7. 3 ilə buradan da 7 gəldi. Oldu 17. Cavab variantı olar D variantı. Aha. Növbəti sualımız. İndi də D ilə F arasındakı məntəqəni istəyir bizdən. Baxaq yenə. A-nın qonşuları 2 dənə, B-nin qonşusu 2 dənə, D-nin qonşusu 1, 2, 3, 4, 5 dənə, E-nin qonşusu 3 dənə, C-nin qonşusu 2 dənə, F-in qonşusu 4 dənə, C-nin qonşusu 2 dənə. İndi baxaq. 5 dənə 5-dən bir dənədir. 5 dənə olan hansıdır? 1, 2, 3, 4, 5, 1. Deməli, onda biz bu 1-ə nə deyərik? Deyərik D-dir bu. Yəni, D-miz olar 1. Bu getdi. 4, bir dənə 4'ümüz var. 4 dənə qonşusu olan 1, 2, 3, 4, 4'dür. Deməli, bu da olar F. F-ə də dedik 4. F-in də üzərindən bir dənə xət. Bir dənə 3'ümüz var. O da 2'dir. Demək, bu olar E. E-yə də dedik 2. E-miz oldu 2. Aha. İndi baxırıq nəyə? 2'nin qonşularına. 2'nin bir qonşusu 1'dir. Var burada. Bir qonşusu 3'dür, bir qonşusu 4. 4 var, amma 3 yoxdur. Deməli, bu da 3 olar. Yenə bizdən D ilə F istəyir. Heç bunları tapmağa ehtiyac yoxdur. 1-dən 4'ə olan məsafəni taparıq. 1-dən 4'ə. Baxaq, 1 buradan, 4 buradan. 27. 27. Amma yəni belə də tapa bilərik də. 1 ilə 4. 4'ün qonşuları baxın. 1'in qonşusunun biri, daha doğrusu 4'ün 4. 4'ün qonşusunun biri 1'dir, biri 2'dir, biri 3'dür, 5 yoxdur. Deməli, C-yə deyərik 5. Sonra D1'in qonşuları, 1'in qonşusuna baxarıq ki, 1'in qonşusu bizdə 2 dənə 2 qalır da. 2 dənə 2 qalırsa, demək, bir dəqiqə baxaq. Biz C-yə dedik 5. 5'ə C dedik. Yerdə qalır. 3'ə nə dedik? Bu C-dir. 6-nın 7 qalır. 2 dənə qonşusu olur. Ya bu 6 olar, bu 7, yaxud da ki, bu 7, bu 6 fərqi yoxdur. Çünki ikisi də bir-biri ilə qonşudur. Davam edək. Növbəti sual. Buradan yenə baxıram. A-nın qonşuları 2 dənə, B-nin qonşusu 1, 2, 3 dənə, D-nin qonşusu 3 dənə, C-nin qonşusu 1, 2, 3, 4, 5 dənə, E-nin qonşusu 1, 2, 3, 4 dənə, C-nin qonşusu 2 dənə, F-in qonşusu 3 dənədir. 5 dənə olan, baxaq, 5 dənə olan 1, 2, 3, 4, 5, M6'dır. M6'mız 5 dənə olan C-dir. Bu M6'dır. B ilə D-ni istəyir bizdən. Aha. Sonra 4 dənə olan, 4 dənə olana baxaq. 1, 2, 3, 4. 4 dənə olan da M4'dür. E-dir. E oldu M4. Aha. Yerdə qaldı 2 dənə 2'miz var, 3 dənə də 3'ümüz var. İndi 2'lərə baxaq. 2'lər hardadır? Bir dənə 2 buradadır. Bir dənəsi də buradadır. İndi M4'ün qonşusuna baxırıq. M4'ün bir qonşusu M1'dir. M1'in də 2 dənə qonşusu var. Baxın, M4'ün bir qonşusu M1'dir. Üzr istəyirəm. Deməli, M4'ün də qonşusunun biri, bax bu C-dir də, bunun 2 qonşusu var. Demək, biz buna deyərik M1. Bu M1'dir. M1'in qonşusunun biri M2'dir, biri M4. M4 var, demək bu da olar M2. Bunu da müəyyənləşdirdik. İndi F6'ya baxırıq biz. Bizə B-dən D-yə istəyirdi, düzdür? Hə, bu lazımdır bizə. Bir dənə 2'miz qaldı. Bir dənə 2 olan da M5'dir.
M5 bir dənə 2-dir. Deməli, bu olar A. Bura yazırıq M5. M5-in qonşusu biri M3-dür. Baxın, biri M6. M6 varsa, demək bu ona deyirik M3. M3-ün qonşusunun biri M5-dir var, biri M6-dır var, biri də M7. M7 yoxdur. Deməli, D-yə də deyərik M7. B-dən D-yə istəyir. Yəni, M3-dən M7-yə. M3-dən gəldik M7-yə 11. Cavab da olar A variantı 11. Növbəti sualımız. Baxaq yenə. A-nın qonşuları 3 qonşusu var, B-nin 2 qonşusu var, E-nin 2 qonşusu var, C-nin 2 qonşusu var, D-nin 1, 2, 3, 4, 5 qonşusu var, F-in 2 qonşusu var, C-nin 2 qonşusu var. Hə, burada ikilərimiz daha çoxdur. D-dən E-yə istəyir bizə. D-dən E-yə. İndi baxaq. D 5-dir. D-nin 5 qonşusu var. 5 qonşusu olan hansıdır? M7. Demək, D-miz M7-dir. D. Buna dedik D. Bu getdi. Bir dənə 3-ümüz var. 3 olan, baxaraq, M6-dır. Demək, A-ya da deyirik M6. A-mız oldu M6. Bu da getdi. Yerdə qalanlar 2-dir. Baxaq. M6-nın qonşularına baxırıq. M6-nın bir qonşusu M2-dir. Bir qonşusu M4-dür, bir qonşusu M7-dir. Aha. Aha, M4. Bizim M7'miz var. Bu lazım deyil bizə. Ya M2 olmalıdır, ya M4. İndi, əgər mən M2 götürsəm, M2'nin 2 dənə qonşusu var. M6-dan M7. Baxaq, M2'yə baxıram. Bir qonşusu M6-dır, bir qonşusu M7'dir. Deməli, onda bu M2'dir. Bu M2'dir. M6'nın bir qonşusunu M2'ni tapdıq, qaldı M4. Deməli, B-miz də olar M4. Bu da getdi. İndi, M4'ün qonşularına baxırıq. M4'ün bir qonşusu M5'dir, bir qonşusu M6'dır. M6 var, bir qonşusu M5 olmalıdır. Demək, bu da olar M5. Və bizə D-dən E-yə istəyir də, M7-dən M5-ə lazımdır. M7-dən M5-ə. 12. Cavab variantı da olar D 12. Davam edək növbəti sual. A-nın qonşularını yazıram. 1, 2, 3. B-nin qonşuları 3. Y-nin 4 qonşusu var. 1, 2, 3, 4. F-in 3 qonşusu var və C-nin 2 qonşusu var. Bir dənə 4'ümüz var. Bir dənə 4'ümüz var. O da E-dədir. 4 dənə olan hansıdır? Baxaq bir dənəqə. M8. Deməli, biz buna deyirik M8. Bu M8'dir. Bəs digərləri necə tapaq? İndi 2 dənə, 2 burada, 1, 3 dənə 2'miz var. Baxaq görək 2'lər hardadır. Bu 2 buradadır. Bunun qonşuları 3'dür. 3 qonşusu var. Amma bu 2'nin bir qonşusunun, yəni bunların qonşuları, H-ın bir qonşusunun 2 qonşusu var, bir qonşusunun 3 qonşusu var. C-nin də. Biz bunu tapa bilərik. C-ni tapa bilərəm. Baxaq, 2 qonşusu olanlar hansıdır? Biri M2'dir. Yəni, buradan yazaq. Biri M2'dir. Biri M4'dür. Biri M7'dir. İndi M2'yə baxaq görək qonşuları nə azdır. Biri M1'dir. M1'in 3 qonşusu var. Baxın 1, 2, 3. Biri M3'dür. M3'ün qonşuları da 3 dənədir. Demək, onda C-yə deyərik ki, bu M2'dir. C-miz buradan getdi. Bu C-dir. Bunu tapdıq. Yerdə qaldı bizim bunlar. İndi M2'nin qonşularını tapa bilərəm. M2'nin qonşusunun biri M1 olmalıdır. Biri M3 olmalıdır. İndi M1'in qonşularına baxaq. Baxaq, M1'in, əgər buna mən M1 desəm, yaxud buna desəm, bunun qonşusu 3 olmalıdır. Amma bunun qonşusu 2 olmalıdır. Baxaq, M1'in bir qonşusu M2'dir. Düzdür? M2. Bu M2 var. Bir qonşusu da M4'dür. M4'ün də 2 qonşusu var. Hə, 2 qonşusu olan hansıdır? Baxın, bu 3'ün 2 qonşusu var da. Bu 3'ün 3 qonşusu var. Demək, biz bu F-ə deyirik ki, F-ə nə dedik? Bir dəqiqə, M1. M1 dedik. Bu oldu F.
M1-in qonşusunun biri M2-dir, var. Biri M4 olmalıdır, biri M8. M8 var, haşa dedik M4. İndi M4-ün qonşularına baxıram. Biri M1-dir, var. Biri də M7 olmalıdır. Deməli, C'miz olar M7. M7. M7-nin qonşusu biri M4'dür, biri də olar M5. Demək, bu olar M5. Sonra M5'in qonşularına baxırıq. M5'in bir qonşusu M6'dır. Bir qonşusu M7 var, M8 var. Deməli, bu da olar M6. M6'nın da qonşusunun biri M3 olmalıdır. Demək, A'ya da deyirik M3. Biz hamısını tapdıq, amma əslində bizdən F-dən H-ı istəyirdi. Yəni, bunu müəyyənləşdirmişdik. M1-dən M4-ə. M4'ə 20. Cavab da olar 20. Davam edək növbəti sualımız. Buradan indi baxaq. A-nın qonşuları 3 dənə, B-nin 2 dənə, F-in 3 dənə, E-nin 3 dənə, D-nin 3 dənə, C-nin 2 dənə, C-nin 2 dənə. Burada hamısı uyğundur. Baxaq, necə baxaq indi. İkilərə baxaq, görək hardadır. Bu 2 buradadır, bu 2 buradadır. Amma buradakı 2'nin qonşuları 3'dür. İndi ikiləri müəyyənləşdirək görək hansılar 2'lərdir. Burada M1'in var 2, M3'ümüz var, M4'ümüz var, bitdi. M1'in qonşuları M2'dir. M2'nin 3 qonşusu var. M3'ün də qonşusu 2'dir. Deməli, bu ola bilməz. Bizə 3 qonşusu lazımdır. M3'ün bir qonşusu M1'dir. Bunun 2 qonşusu var. Bu da getdi. Yox, M4'ə baxmalıyıq daha doğrusu. M4'ün M3'ə baxdıqda M3'ün qonşusu biri M1'dir. M1'in 2 qonşusu var. Bu ola bilməz. M4'ə baxaq. M4'ün qonşusunun biri M2'dir. Bunun 3 dənə qonşusu var. Bir dənə də M7'dir. Bu M7'nin də 3 qonşusu var. Deməli, biz bu B-yə deyərik ki, bu M4'dür. M4. Bunu tapdıq. M4'ün bir qonşusu M2 olmalıdır. Aha. Və bir qonşusu M7 olmalıdır. İndi necə tapa bilərik? Məsələn, bax ki, mən bu D-yə götürüb M7 versəm, yəni verib yoxlamalıyıq da, bura M7'ni versəm, yəni olmasa mən bura verəcəm, demək 2'ni verəcəyik. M7'ni əgər versəm, çünki burada başqa oxşarlıq yoxdur. M7'nin qonşuları M4 olmalıdır. M4 var. M5 və M6 olmalıdır. İndi baxaq. M5 və M6. Hansına M5, hansına M6 verməliyəm? Baxıram ki, bunun qonşusu biri 2'dir. Baxaq. M5'in qonşusu M2'dir. Bunun 3 qonşusu var. Biri M6'dır. Bunun da 3 qonşusu var. Biri M7'dir. M7'miz var. Demək, E-yə verə bilmərik. Biz E-yə M7'nin qonşusu dedik ki, M5. M5'i deməli verməliyəm A-ya. Çünki bunun 3 qonşusu var. M7'nin digər qonşusu da M6'dır. Onda E-yə M6 verərik. Nəyə baxaq? M6'nı baxın, bir qonşusu M3'dür. M3. M3'ün 2 dənə qonşusu var. Deməli, bu M3'dür. Aha, bu M3'dür. M3'ün qonşusunun biri M1 olmalıdır. Biri M6 var, biri M1. Bu M1 olar. F-ə də yerdən hansı qaldı? M1, M2 yoxdur. Bu da olar M2. Bunu müəyyənləşdirdik. Bizə nə istəyir? D məntəqəsindən B məntəqəsinə qədər. D-dən B-yə, M7'dən M4'ə. M7'dən M4'ə 53'dür. F-dən də A-ya. F-dən A-ya. M2'dən M5'ə. M2'dən M5'ə də 5'dir. Üzərinə də 5 gəlsək, bizə verər 58'i. Cavab da variantı olar E variantı. Davam edək növbəti sualımız. 56-cı sual. Yenə A-nın qonşularını qeyd edək. 3 dənə, B-nin qonşusu 2 dənə, C-nin 1, 2, 3, 4, 5 dənə, F-də 3 dənə, E-də 1, 2, 3, 4 dənə, K-da 2 dənə, D-də 3 dənə. Baxaq. Bir dənə 5 var. 5 olan hansıdır? 1, 2, 3, 4, 5. P3. P3. Burada 5'dir. Deməli, buna deyirik C. C-yə dedik P3. Bir dənə 4'ümüz var.
4 olan hansıdır? P7. Bu da E hərfidir. E-yə deyirik P7. Sonra 2 dənə 3-ümüz var, 2 dənə də 2-miz var. 2 dənə 3-ümüz, 2 dənə 2-miz var. Aha. İndi baxırıq. Bu 2-nin 2 buradadır. P3-lə qonşuluq olmalıdır. Buradakı 2-nin P7 ilə qonşuluq olmalıdır. Baxaq. P7-nin qonşusu biri P1-dir. Bunun 3 qonşusu var. Biri P3'dür. P3'ün də bir P3'ümüz var. Biri P5'dir. P5'in 2 qonşusu var. Demək, onda K'mız olur P5. P5'in qonşularına baxırıq. Biri P1 olmalıdır. Biri isə P7. P7 var, P1 yoxdur. Deməli, F-ə də dedik P1. İndi P3'ün qonşularına baxırıq. P3'ün bir qonşusu P1 var. Bir qonşusu P2 olmalıdır. Bir qonşusu P4 olmalıdır. Bir qonşusu P6 olmalıdır. Bir dəqiqə, bir qonşusu P7'miz var. P7'miz var. P7 var burada. P3'ün qonşuları. P3'ün bu da bundan hər biri qonşudurlar da. Aha, bunun 2 qonşusu var. Yox, qonşusu. Hə, P3'ün 2 qonşusu olana baxmalıyıq bir dəqiqə. P3'ün bir qonşusu P1'dir, bir qonşusu P2. Aha, deməli onda bu P2'dir. 2 qonşusu var. Baxın, 2 dənə qonşusu var. Və P2'nin qonşularına baxırıq. P2'nin bir qonşusu P3'dür, bir qonşusu P4'dür. İndi buna P3 deyib, bunda P4 deyə bilərdik. Çünki olsa bunlar daha doğrusu biri P3'dür, yox, P3'ümüz var. Biri P4'dür. Buna P4 deyək, buna P4 deyək, yox. Bizim P3'ümüz yoxdur. Bir dəqiqə. Buna deyirik, P2'nin bir qonşusu P3'dür, biri qonşusu P4'dür. P4, burada tələsdik biraz. P4'ün bir qonşusu P2'dir, bir qonşusu P3'dür, bir qonşusu P6'dır. Demək, D-yə də deyərik P6. Aha, müəyyənləşdirdik. A-dan D-yə istəyir bizə. Yəni P4'dən P6'ya, P4'dən gəldi P6'ya. Burada da elədi 46. Cavab olar 46. Belə müəllimlər, bu qədər. Sağ olun, videonu bəyənməyi unutmayın.